Mən iki qibləyə namaz qılan Əlinin nökərliyəm. Ənə Mavla mən Hacərə hicrət edir. Mən iki dəfə hicrət edən, Allaha xatir hicrət edən Əlinin quluyam. Əlinin quluyam. Ənə Mavla mən ləm yəbud tərfətə eynin. Mən o şəxsin nökəriyəm ki, bir an belə Allahdan başqasına səcdə eləmədi. Onu qəmbər dedi, Əlinin köləsi. Heç kimə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara Allaha yox, mənə qul olun desin. Əksinə, o deyər, öyrətdiyiniz kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun. Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin qullarının günahlarını bilməsi və görməsi kifayətdir. Körpə dil açıb dedi, həqiqətən də mən Allahın quluyam. O mənə kitab verdi və məni peyğəmbər etdi. Göylərdə və yerdə olanların hamısı mərhəmətli Allahın huzuruna ancaq bir qul kimi gələcək.